İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'du. Deməli qardaşlar, Bəqərə surəsinin 25-ci ayətindəyik. Yəni 5-ci səhifəni inşallah bu gün bitirərik. Əuzu billahi mineşşeytanirracim min hamdihi və nəfxihi və nəfsihi. Və bəşşirillezîne âmenû və amilussâlihâti enne lehum cennetin tecrî min tahtiha'l enhâr. كلما رزقوا منها من ثمرة رزقا قالوا هذا الذي رزقنا من قبل وأتوا به متشابها ولهم فيها أزواج مطهرة وهم فيها خالدون. İman getirip salih əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları və qəsrləri altından çaylar axan cənnətlər vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikdə, bu ki əvvəllər bizə verilən ruzilərdəndir deyəcəklər. Halbuki onlara onun oxşarı verilmişdir. Onlar üçün orada pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar. Və bu ayətin şərhində alimlər buyurur ki: "Və izâ kâna'l va'îdu es-sâbiqu lil-kâfirîn febeşşir eyyuhen-nebî el-mu'minîne billâhi'llezîne ya'melûne's-sâlihâti bimâ yasurruhum min cennâtin tecri'l enhâru min tahti qusûrihâ ve eşcârihâ." Yəni deyir, əgər əvvəlki qeyd edilən əzab kafirlərin cəzasıdırsa, yəni bundan əvvəlki səhifədə, elə isə, yəni ey Peyğəmbər, Allahın varlığına və birliyinə iman gətirən, salih əməllər işləyən möminləri müjdələ. Onlar üçün ağaclarının və saraylarının altından çaylar axan cənnət vardır. Kulləmə at'imu min səməratiha et-tayyibəti rizqan qalu min şiddetil şəbəhi bi səmarid dünya həzə mislu səmərillezî əlləti ruzqina min qabl və quddimet lehum ثمار متشابهة في شكلها واسمها حتى يقبل عليها بحكم المعرفة بها. Və onlara hər dəfə müxtəlif ləzzətli meyvələr verildikcə, bu meyvələrin dünyada daddıqları meyvələrə bənzədiyini deyərlər. Bu daha əvvəl bizə verilən ruzidir. Yəni bu cür söz istifadə edərlər. Bu meyvələr zahirən bir-birinə bənzəsə də dad və ləzzət baxımından fərqlidirlər. Velakinnəhə müxtəlifən fi ta'mihə və məzaqihə. Yəni dad və ləzzət baxımından nədir? Fərqlidirlər. Və ləhum fil cənnəti əzvacun مبرأة من كل ما تنفر منه النفس ويستقذر طبعا مما يتصور في أهل الدنيا وهم في نعيم دائم لا ينقطع بخلاف النعيم الدنيا المنقطع. Deməli onlar üçün orada bütün nöqsanlardan pak və təmiz zövcələr, həyat yoldaşları vardır. Dünya qadınlarında təsəvvür edilən və insanda bir ikrah hissi, iyrənc hisslər doğura biləcək hər cür eybdən uzaqdırlar. Onlar orada əbədi olaraq qalacaqlar. Bu nemətlər sonsuzdur. Dünyadakı nemətlər kimi müvəqqəti
değildir. Növbəti ayətdə Allah Subhanahu Teala buyurur: İnnallaha la yestahi en yadriba meselen ma ba'udatan fema fawqaha فأما الذين آمنوا فيعلمون أنه الحق من ربهم وأما الذين كفروا فيقولون ماذا أراد الله بهذا مثلا يضل به كثيرا ويهدي به كثيرا وما يضل به إلا الفاسقين. Şübhəsiz ki Allah ağcaqanadı və ondan üstün olanı məsəl çəkməkdən utanmaz. Yəni, istər böyüklükdə, istər kiçiklikdə. İman gətirənlərə gəlincə, onlar bilirlər ki, bu onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər, bu məsəllə Allah nə demək istəyir? Halbuki, Allah Subhanahu bununla bir çoxlarını azdırır, bir çoxlarını da haqq yoluna yönəldir. O bununla yalnız fasiqləri azdırır. Və şərhdə İnnallaha Subhanahu Teala la yestahi min darbil emsal bima şa'a. Feyadribu المثل بالبعوضة فما فوقها في الكبر أو دونها في الصغر والناس أمام هذا النوعان مؤمنون والكافرون فأما المؤمنون فيصدقون ويعلمون أن من وراء ضرب المثل بها حكمة وأما الكافرون فيتساءلون على سبيل الاستغزاء عن سبب ضرب الله الأمثال بهذه المخلوقات الحقيرة كالبعوض والذباب والأنكبوت وغيرها فيأتي الجواب من الله إن في هذه الأمثال هدايات وتوجيهات واختيارا للناس فمنهم من يضلهم الله بهذه الأمثال لإعراضهم عن تدبرها وهم كثيرون ومنهم من يهديهم بسبب اتعاظهم بها وهم كثيرون ولا يضل إلا من كان مستحقا للضلال وهم الخارجون عن طاعته كالمنافقين. Deməli, həqiqətən Allah Teala istədiyi şeylərlə misal gətirməkdən çəkinməz. O misalı hətta bir ağcaqanadla çəkə bilər. İstər ondan böyük, istər də ondan kiçik olsun. İnsanlar isə bu məsəl qarşısında iki qismdir. Möminlər və kafirlər. Yəni, möminlər və kafirlər olaraq iki qismə bölünür. Möminlər bunu təsdiqləyir və bilirlər ki, belə bir misal çəkməyin arxasında hikmət vardır. Kafirlər isə məsxərə ilə soruşurlar ki, Allah bu kiçik dəyərsiz məxluqatlarla, məsələn, ağcaqanad, milçək, hörümçək və başqaları ilə niyə misal çəkir? Çünki digər ayətlərdə var axı, hörümçəklə misal çəkir, milçəklə misal çəkir buna görə. Bunun cavabı Allah tərəfindən gəlir. Allah Subhanahu deyir ki, bu misallarda insanlara hidayətlər, öğüdlər və imtihanlar vardır. İnsanlardan bəzilərini Allah bu misallarla onlara düşünməyə yanaşmadıqları üçün azdırar. İnsanlardan bəzilərini Allah Subhanahu bu misallarla onu düşünmədikləri üçün azdırar və onların da o azmışların sayı çox olur. Digərlərini isə onlardan ibrət aldıqları üçün hidayətə yönəldər və onların da sayı
nədir? Çoxdur, Allah Subhanahu çoxaldır. Allah ancaq azğınlığa layiq olanları, yəni öz itayətindən çıxanları, məsələn, münafiqləri azdırar. الذين ينقضون عهد الله من بعض ميثاقه ويقطعون ما أمر الله به أن يوصل ويفسدون في الأرض أولئك هم الخاسرون. O kəslər ki, Allahla əhd peyman bağladıktan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyini kəsir və yer üzündə fitnə fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır. İndi şərhli baxaq, görək Allah Subhanahu taala birləşdirilməsini əmr etdiyini kəsmək və sair məsələlərdə nəyi qəsd edir? الذين ينقضون عهد الله الذي أخذه عليهم بعبادته وحده واتباع رسوله الذي أخبرت به الرسل قبله. هؤلاء الذين يشترون للعهود الله يتصفون بأنهم يقطعون ما أمر الله بوصله كالأرحام ويسعون لنشر الفساد في الأرض بالمعاصي، فهؤلاء هم الناقصة حظوظهم في الدنيا والآخرة. Deməli, Allah Subhanahu deyir ki, yəni ayətdə nə idi qəsd etdiyi? O kəslər ki, Allahın onlardan aldığı əhdi pozurlar, hə? Yalnız ona ibadət etmək və onun rəsuluna əvvəlki peyğəmbərlərin xəbər verdiyi elçiyə itayət etmək məsələləri. Bax, bu əhdləri pozurlar. Allahın əhdlərini inkar edən bu insanlar elə şəxslərdir ki, Allahın birləşdirməsini əmr etdiyi əlaqələr ki var, məsələn, qohumluq bağlarını kəsirlər və günahlarla yer üstündə fəsad yaymağa çalışırlar. Bax, onların həm dünyada, həm də axirətdə nəsibləri, payları naqisdir. كيف تكفرون بالله وكنتم أمواتا فأحياكم ثم يميتكم ثم يحييكم ثم إليه ترجعون. Allah'a necə küfür edirsiniz ki, siz ölü idiniz, o sizi diriltdi. Sonra o sizi öldürəcək, sonra dirildəcək, daha sonra da siz ona qaytarılacaqsınız. Yəni ölü idiniz, sonra sizi diriltdi. Burada indi baxaq, şərhdə alimlər nəyi buyurur? İnnə əmrakum əyyuhəl kuffar lə acabun. Yəni deyir, ey kafirlər, sizin işiniz doğrudan da heyratamizdir. Keyfə təkfuruna billah və entum tuşahiduna dəlailə qudratihi fi enfusikum. Fəqad kuntum adəmən la şeyə. Yəni necə olur ki, Allaha qarşı küfr edirsiniz? Halbuki onun qüdrətinin dəlillərini özünüzdə görürsünüz. Siz əvvəllər yox idiniz. Fəənşəəkum və əhyəkum. Yəni, siz əvvəllər yox idiniz. Heç nədən var etdi və sizə həyat verdi. Yəni, sizi yaratdı. Thumma huwa yumitukum el-mevtətə səniyətə. Sonra sizi ikinci dəfə öldürəcək. Thumma yuhyikumul həyətə səniyətə.
Sonra ikinci dəfə dirildəcək. Thumma yurci'ukum ileyhi li yuhasibakum ala ma qaddamtum. Və nəhayət etdiklərinizin hesabını soruşmaq üçün sizi özünə qaytaracaq. Huvellezî xalaqa lekum mâ fil ardı cemî'an ثم استوى إلى السماء فسواهن سبع سماوات وهو بكل شيء عليم. Yeryüzünde olanların hamısını sizin üçün xəlq edən, sonra göyə ucalıb onu 7 qat göy edən odur. O her şeyi bilendir. Vallahu vahdahullezî halaka lekum cemî'a mâ fil ard min enhârin ve eşcârin ve gayri zâlike mimme lâ yuhsâ adeduhu. Ve entum tentefi'ûne bihi ve وتستمتعون بما سخره لكم ثم ارتفع على السماء فخلقهن سبع سماوات مستويات وهو الذي أحاط علمه بكل شيء. Yeryüzünde olan bütün nimetleri, çayları, ağacları ve sayıp bitirilmesi mümkün olmayan daha ne kadar şeyler var ki, yalnız Allah sizin için yarattı. Siz onlardan faydalanır ve onun size ram ettiği nimetlerden istifadə edirsiniz. Sonra Allah göğe yöneldi ve onları 7 sema olarak yarattı. Onun elmi ise her şeyi ehate etmiştir. Ve bu sayfədən çıxan 3-4 faydalara diqqət yetirək. Onu da bilin ki, qardaşlar, o demək deyil ki, bu sayfədən 4 fayda var. Fayda çıxardılır yalnız. Sadəcə bu müxtəsərdir deyənə bu şərh 4 fayda çıxardır. Əslində burada onlarla faydalar var. Deməli, birinci fayda min kəmalin nəim fil cənnəti ənə mələzzətihə la yukəddiruhə eyyun nəv'un min tanğis və la yuxalituhə eyyu əzə. Yəni, cənnətdəki nemətlərin kamilliyi ondadır ki, onların ləzzətlərini heç bir növ narahatlıq pozmur. Yəni, hər hansısa bir narahatlıq növü onların ləzzətlərini pozmur. Və onlara heç bir əziyyət verici nəsə qarışmır. Deməli, ikinci fayda Əl-əmsəlü ləti yadribuhullahu Teala la yentəfi'u biha illəl mu'minun. لأنهم هم الذين يريدون الهدى بالصدق ويطلبونه بحق. İkinci fayda odur ki, Allah Taala'nın çəkdiyi məsələlərdən yalnız möminlər faydalanır. Çünki məhz onlar hidayəti səmimiyyətlə istəyir və onu haqq ilə axtarırlar. Üçüncü fayda min əbrazı sifatil fasiqin nəqsu uhudihim ma'allahi və ma'al xalqi və qat'uhum lima əmərallahu bi vaslihi və sa'yuhum bil fəsad fil ard. Deməli, üçüncü fayda odur ki, fasiqlərin ən bariz xüsusiyyətləri Allahla və məxluqatla olan əhdləri pozmaq, Allahın birləşdirməsi əmr etdiyi əlaqələri kəsmək, hansı ki, qohumluq əlaqələri və yer üzündə fəsad yaymağa çalışmaqdır. Bax, bu onların deyir, bariz sifətlərindəndir. Və sonuncu fayda Əl-əslu fil əşyai əl-ibahatu və tahara. Bax, bu üsul qaydasıdır, qardaşlar, bunu bilin. Deməli, əşyaların əsli, yəni istənilən əşyaların, yəni o şey ki, ibadət deyil, əşya deyəndə bütün şeylərin, yəni. İstər, misal üçün, içilən şey olsun, istər yeyilən şey olsun, istər geyilən şey olsun, istər heyvan olsun, istər yaşanan bir məskən olsun,
daşınmaz əmlak olsun, minik olsun, hamısı əsli halaldır və təmizlikdir. Amma bir şərtlə, ta ki şəriətdən qadağa gəlməyincə. Bax bu ayət Əl-əslu fil əşya'il əl-ibahatu və tahara üsul qaydasına qaydasına dəlalət edir. Yəni bu üsul qaydası bu ayətlərdən çıxardılır. Eee, və bəzən deyirlər ki, bəs onda niyə telefondan istifadə edirsiniz? Axı qədimdə istifadə olunmayıb. Deyirik ki, əşyaların əsli halaldır. İstənilən şeylərin əsli halaldır ta ki haram nəhi gəlmədikcə. Aydındır? Amma ibadətdə əksdir. İbadətdə et deyilmincə sən hər hansı bir ibadəti kəşf edə bilmərsən. Çünki ibadətin əsli haramdır, yəni əslən özündən ibadət kəşf edə bilmərsən.